Salam, hər vaxtınız xeyir olsun əziz abituriyentlər. Mən ingilis dili müəllimi Həcər. Bugün sizə yiyəlik hal mövzusundan olan uşaqların qarışdırdığı bir məsələni demək istəyirəm. Baxın, biz yiyəlik halı keçəndə deyirik ki, apostrofes hər zaman yiyəlik hal deyil. Apostrofes həm izin, həm həzin, həm də let's ifadəsində asın qısaltması kimi istifadə olunur. Amma burada belə bir məsələ var ki, uşaqlar apostrofesdən sonra feil görəndə hər zaman onu o variantı çıxırlar. Yəni onu yiyəlik hal kimi götürmürlər. Amma bəzi hissələr var ki, siz orada feil görəndə, feilin üçüncü formasını görəndə və yaxud da feilin idili formasını görəndə onu yiyəlik hal kimi götürməlisiniz. Məsələn, gəlin baxaq 2 dənə nümunəyə. Baxın, bu şərtləri biləndən sonra siz artıq bu qaydanı düz yazacaqsınız. Oxuyursunuz ifadəni. Əgər apostrofesdən sonra feilin ayıncılı forması, idili forması və yaxud da qaydasız isimlərdə hər hansısa bir üçüncü forması gəlirsə, cümləni axıra qədər oxuyursunuz. Heç vaxt bunu görən kimi çıxmırsınız variantı. Axıra qədər oxuyursunuz. Əgər görsəniz ki, ifadənizin içərisində, cümlənizin içərisində xəbər var, bu yiyəlik hal sayılır. Apostrofesdən sonra feili yenə ayıncılı, idili və yaxud da üçüncü forması gəlirsə, yenə cümləni axıra qədər oxuyursunuz. Cümlədə xəbər yoxdursa, bu zaman bu yiyəlik hal sayılmır. Baxın, 2 dənə nümunə göstərmişəm burada. Burada Tom's coming made me happy bir cümlədir, bir də Tom's coming today ikinci cümlədir. Baxaq görək, hansında yiyəlik hal sayılır, hansında yiyəlik hal sayılmır. Uşaqlar, baxın, apostrof S-dən sonra feilin ayıncılı forması gəlib, düzdür? Həmin hissəni əlinizlə tutursunuz və dedim ki, cümləni hər zaman axıra qədər oxuyursunuz. Cümlədə başqa bir xəbər görsəniz, bu yiyəlik hal sayılır. Baxın, mən bu hissəni əlimlə tutanda, burada bir dənə made var, etdi mənasında istifadə olunur. Bu xəbər olduğuna görə bu ifadəmiz yiyəlik hal sayılır. Amma bura baxın, apostrofesdən sonra feilin ayıncılı forması gəlib. Əgər mən bu hissəni əlimlə tutsam, cümləni axıra qədər oxuyanda bir dənə today sözü qalır burada. Today sözünün də mənası bugün deməkdir. Yəni bu xəbər deyil, düzdür? Xəbər olmadığına görə bu yiyəlik hal sayılmır. Yəni burada Tom's coming, Tom'un gəlişi mənasında istifadə olunur. Amma burada Tom's coming, Tom is coming kimi istifadə olunur. Ona görə bu hissə yiyəlik haldır, bu cümlə yiyəlik hal deyil.